Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə Şah Abbasın islahatları və Şah Abbasın Azərbaycanı işğaldan azad eləməsi, Səfəv Osmanlı müharibələrinin ikinci mərhələsini başa çatdıracaq. Başlayaq ilk öncə Şah Abbasın islahatlarından. Bildiyimiz kimi 1590-cı ildə Şah Abbas 1-ci İstanbul sülh müqaviləsini imzalamaqla birlikdə İlk Səfəvilərin ən ağır şərtlisi müqaviləsinə qol çəkmiş oldu. Bunda isə əsas məqsəd olaraq o nəzərdə tuturdu ki, bəs dövləti toparlamaqdan ötəri, islahatlar aparmaqdan ötəri vaxta ehtiyac var və buna görə də müqavilə ilə razılaşdı. Müqavilənin şərtlərinə əsasən Səfəvilər bir sıra torpaqlarını itirdilər. Səfəvilərin əlində Azərbaycandan yalnız 6 şəhər, Lənkəran, Ərdəbil, Xalxal, Zəncan, Qaradağ və Qəzvin şəhərləri geriyə qaldı. Və qalan Təbriz şəhəri daxil olmaqla bütün Azərbaycan şəhərləri Osmanlı tərəfindən ələ keçirildi və eyni zamanda 1586-da şərqdən yürüşə gələn Şeybanilər dövləti isə Xorasanı ələ keçirərək Səfəviləri şərqdən sıxışdırdılar. Belə bir vəziyyətdə Şah Abbas yenidən Səfəvi dövlətinin qüdrətini bərpa eləmək, Səfəv ordusunun qüdrətini bərpa eləmək və Səfəv dövlətinin yenidən gücünü geri qaytarmaqdan ötəri qollarını sıva. Başlayaq. Şah Abbasın hərbi islahatları. İlk öncə Şah Abbasın 3 islahatı var. Biz 3 islahatdan danışacağıq. Hərbi islahatlar, inzibati idarə etmə islahatları və təbii ki bir də vergi islahatı barədə məlumat verəcəyik. İlk öncə bizə ən vacib olan Şah Abbasın həyata keçirdiyi hərbi islahatdır. Belə ki, Şah Abbasa qədər Səfəvi dövlətinin ordusu qeyri-nizami bir orduydu. Belə ki, ordunun içərisində əsasən qohumluq münasibətlər saxlanılırdı. Bunun mənası nə deməkdir? Məsələn, əvvəllər ordu tayfa prinsipinə əsaslanırdı. Tutalım bir bölükdə 120 əskər varsa, 120-si də eyni tayfadan olurdu və bu döyüş zamanı həmən 120 nəfərin eyni bir özlərindən olan, öz yerlərindən olan bir komandir tərəfindən idarə olunması onların döyüş meydanında sədaqətlərinin belə deyək, bir ipə bağlı olduğunu sübuta yetirirdi. Belə ki, onlar döyüş zamanı yuxarı komandanlıqdan, yəni ordunun baş komandanlığından verilən əmrlərə riayət eləmirdilər. Onlar hər dəqiqə döyüş meydanını tərk edə bilər və yaxud öz beyinlərinə buyruq hərəkət edərək döyüşü təhlükəyə ata bilərdilər. Və elə də olurdu. Bildiyimiz kimi Çıldır Gölü döyüşündə Qızılbaş əmirləri arasında olan, Qızılbaş tayfa başçıları arasında olan narazıçılıq, onların bir-birinə güvənməməsi, birlikdə hərəkət etməməsi elə məğlubiyyətin əsas səbəbi olmuş. Elə Səfəv Osmanlı müharibəsinin həm bir, həm ikinci mərhələsində Səfəvilərin məğlubiyyətlərinin əsas səbəbi onların qeyri-nizami Qızılbaş süvari dəstələrindən ibarət olması, orduda qohumluq münasibətlərinin sağlıqlanılması və tayfa prinsipinə əsaslanan ordu sistemindən istifadə etməsi idi. Bunun qarşısını almaqdan ötəri Şah Abbas hərbi islahat həyata keçirdi. Şah Abbasın hərbi islahatına əsasən ilk öncə tayfa başçılığında irsilik prinsipi ləğv olundu. Əvvəllər tayfa başçısı atadan oğula keçirdi və belə olan zaman belə deyək, hər hansısa bir tayfalar mərkəzi hakimiyyətə qarşı üsyan edə bilirdi. Onlar özlərini hökmdar kimi aparır və bu Səfəvi dövlətində Qızılbaş tayfa başçıları arasında belə deyək, qohumluq münasibətlərinə görə müharibələrə səbəb olur və Səfəvi dövlətini zəiflədirdi. Şah Abbasın verdiyi islahata əsasən hərbi islahatda verilən qanuna əsasən biz artıq deyirik. Ordu tayfa müxtəlifliyi prinsipinə əsasən qurulacaqdır və tayfa başçılığı prinsipi, tayfa başçılığında irsilik prinsipi ləğv olunacaq. Və beləliklə Səfəv ordusunda ən belə deyək ki, geridə qalmış bir xüsusiyyət qohumluq münasibətləri ləğv olundu. Qohumluq münasibətinə əsaslanan ordu çox zəif olurdu və onlar əsasən öz məqsədlərini, mənfəətlərini güdürdülər belə olan ordular və bu da Səfəvilərin döyüş meydanında məğlub olmalarının əsas səbəbi idi. Ümumilikdə çox geniş danışdıq, qısa qeydlər halında vurğulayaq bu hissələri. 1. Səfəv ordusunu tayfa müxtəlifliyi prinsipinə əsasən artıq düzəldiləcək.
Səfəvi ordusunda tayfa başçılarının irsi olaraq tayfa başçılığının keçməsi prinsipi ləğv olunacaq. Artıq tayfa başçısı olmaq istəyirsənsə, sən mütləq şəkildə şahın sədaqətini qazanmalısan. Artıq tayfa başçısı vəzifəsi yalnız şahın icazəsi ilə şahın sədaqətini qazanmış şəxslər tərəfindən seçilə biləcəkdilər. Davam edək. Digər tərəfdən orduda tayfa müxtəlifliyi prinsipi yaradıldı. Bunu vurğuladıq. Şah Abbasa qədər Azərbaycanda heç bir orduda odlu silah olmamışdı. Şah Abbasın gəlməsi ilə birlikdə Azərbaycanda odlu silahdan geniş şəkildə istifadə olunmağa başladı. Uzun Həsən etmək istəmiş, bacara bilməmiş. Şah İsmail Portuqaliya vasitəsilə etmək istəmiş, bacara bilməmişdi. Nəhayət Şah Abbas Səfəvi dövlətinə odlu silah gətirməyə nail oldu. Və digər bir tərəfdən bir qayda daha, qızılbaşlara tək başına silah gəzdirmək qadağan olunurdu. Və bunun vasitəsilə Şah Abbasın keçirdiyi hərbi islahat əsasən artıq nizami ordu yaradıldı. Artıq odlu silahla silahlanmış yeni tipli Səfəv ordusu hazır vəziyyətə gəldi. Səfəv ordusu iki qrupa bölünürdü. Birincisi qızılbaşlar, ikinci qrup isə daimi ordunu özəyini təşkil edən artilleriyaçılar, qulamlar və tüfəngçilər. Baxaq, qızılbaşlar kim idi? Qızılbaşlar əsasən Azərbaycanın türkmən tayfalarından olan süvari dəstələri idi ki, bunlar hələ də ordunun əsas hissəsini təşkil edirdilər. Digər tərəfdən Şah Abbasın ordu islahatına əsasən yeni odlu silahlarla təsis olunmuş qoşun növü yaradıldı. Bunlardan biri tüfəngçilərdir. Tüfəngçilər əsasən aşağı təbəqədən olan insanlardan seçilirdi. Sayları 14.000 nəfərə çatırdı bunların. İlk dəfə olaraq Səfəvi dövlətində topçu artilleriya qoşun növü yaradıldı və bunlar da əsasən qalaların mühasirə zamanı istifadə olunurdu. Hətta 500-ə yaxın Səfəvilərin səhrə topu da var idi. Səhrə topu adından göründüyü kimi sırf səhrada istifadə olunan top deyil, səhrə topu deyiləndə hərəkət etdirilə bilən şəkildə gördüyünüz təkərləyi olan toplar nəzərdə tutulur. Qala mühasirəsi üçün istifadə olunan toplar daha böyük olur miqyasca və onları belə rahat hərəkət etdirmək mümkün olmur. Səhra topları sadəcə təkərləkli və daha yüngül toplardır. Bunu da vuruluyaq. Bunlar daha çox döyüş meydanında hərəkət verici, sürətli manevr etməyə işə yarayan top növləridir. Bu da oldu səhra topları. Digər tərəfdən qulamlar. Qulamlar kimlərdir? Qulamlar eyni ilə Osmanlıdakı Yeniçərilərdir. Qulamı Şah Abbas Osmanlı dövlətinin əsas zərbə qüvvəsi olan Yeniçərilərin nümunəsində yaratmışdı. Belə ki, eyni qaydada qulamlar da Dağıstanın xristian əhalisindən toplanan uşaqlar gəlirdi, Şah sarayında böyüdülür və onlara hərbi təlim keçirilir və gələcəkdə isə onlar Səfəv ordusunun özəyini təşkil edən güclü şəxslər olurdular. Beləliklə daimi qoşuna aid oldu artilleriya hissələri, tüfəngçilər və qulamlar. Digər tərəfdən ordunun əsas hissəsini təşkil edənlər isə ənənəvi qızılbaş ordusu, süvarilərdən ibarət Azərbaycan türkləri. Davam elədik. Şah Abbasın inzibati islahatları. Şah Abbasın keçirdiyi inzibati islahatlardan danışaq. Birincisi, danışmalıyıq Azərbaycan bəylərbəyindən. Bildiyimiz kimi Azərbaycanın 6 şəhəri hələ də Səfəvilərin hakimiyyəti altında qalmışdı və bu 6 şəhəri birləşdirən Şah Abbas 1593-cü ildə vahid Azərbaycan bəylərbəyliyi yaradır. Azərbaycan bəylərbəyliyinin yaradılması ilə birlikdə biz deyirik, Şah Abbas nəyi sübut elədi? Şah Abbas nəyi qorudu? Şah Abbas Azərbaycanın dövlətçilik ənənələrini qorudu. Bəylərbəyliyin həmçinin də Azərbaycan adlanan bir qoşun hissəsi də var idi. Bunu da yadda saxlayaq. Azərbaycan bəylərliyi 1593, başçısı Zülfüqar bəy Qaramanlı, 6 şəhər Zəncan, Xalxal, Ərdəbil, Lənkəran, Qaradağ, Qəzvin və Azərbaycan qoşunu adlanan xüsusi bir qoşunu var. Bu inzibati islahatın bir hissəsi. İkinci hissəyə keçək. Paytaxt. Paytaxt yenidən dəyişdirilir. Bildiyimiz kimi 1555-də paytaxt Təbrizdən Qəzvinə köçürülmüş. Bu səfər isə paytaxt 1598-ci ildə Qəzvindən İsfahana köçürülür.
Belə ki, paytaxt İsfahana köçürüləndən sonra Qəzvinlilər biraz şahdan inciyirlər və bunu nəzərə alan şah İsfahan şəhərində Abbasabad adlı bir məhəllə saldırır və bura sadəcə Qəzvinliləri deyil, həmçinin Azərbaycan türklərinin də yerləşməsinə icazə verir və şərait yaradır. Bununla da özünün İranın daxilində türklərdən ibarət dayaq yaratmış olur Şah Abbas. Davam edək. Şah Abbas əhalini köçürmək üçün köçürmə siyasətini hələ də davam elətdirir. Belə ki, o türklər olan Əfşar tayfalarını Şeybanilərlə mübarizə aparmaqdan ötəri Xorasanın sərhədinə köçürür və elə Şah Abbasın keçirdiyi bu əsas mahiyyət etibarilə Xorasana köçürülən əfşarlar gələcəkdə Xorasanın işğaldan azad olunmasında Şah Abbasın işinə çox yarayacaqlar. Davam edək, baxaq Şah Abbasın vergi islahatı, iqtisadiyyat belə deyək, daha doğrusu iqtisadi islahatları. Burada nələri vurğulayaq biz? Şah Abbas vergi sahəsini nizama salır. Hətta biz birazdan müharibədən danışanda vurğulayacağıq. Bəzi şəhərləri hətta bir neçə il bütün vergilərdən azad edir. Vergi sahəsindəki özbaşınalığa son qoyulur. Bəzi vergilərin miqdarı azaldılır. Bundan başqa ölkənin daxili və xarici ticarəti sahmana salınır və beləliklə Məhəmməd Xudabəndənin dövründən qalma, belə deyək ki, xəzinənin tez-tez boşalma problemi aradan qaldırılır. Davam edək. Beləliklə, Şah Abbasın islahatlarının nəticələri nədən ibarət oldu? Birincisi, Şah Abbas Səfəvi dövlətinin əvvəlki qüdrətini bərpa elədi. Sadəcə əvvəlki qüdrəti yetinmədi, həmçinin də Səfəvi ordusunun əvvəlki qüdrətini bərpa elədi. Nizami ordu yaradıldı. Azərbaycanın dövlətçilik ənənələrini qorumuş oldu Şah Abbas. Biz burada bir haşiyə çıxaq. Şah Abbas türk dilinə həddindən artıq önəm verirdi. Şah Abbasın sarayına gəlib İsfahanda olmuş İtalyan səyyah var, Pietro de Valli. O Azərbaycanda olduğu müddət Şah Abbasın məhz onlara mehriban davranmasından söhbət açmış. Həmçinin Şah Abbasın ona belə bir sual verdiyini söyləyirdi öz yazdığı səyahətnaməsində. Belə ki, o deyir, Şah Abbas mənə sual verdi, türk dilini bilirsənmi? Daha sonra isə mənə xoş gəldin, səfa gətirdin dedi türkcə. Bu Səfəvi sarayında həqiqətən türk dilinə çox önəm verildiyini və şahın belə türk dilindən ana dili kimi istifadə etdiyini bizi sübuta getirir və bu dövlətin fars dilli dövlət olması faktlarını alt-üst edir. Davam edək. Cəlalilər hərəkatı. Cəlalilər sizin üçün ədəbiyyatdan da tanışdı. Yəqin ki, Koroğlu barədə dastanı eşitmisiniz. Koroğlu belə deyək ki, həm tarixi, həm də biraz əfsanəvi şəxsiyyətdir. Lakin Azərbaycanda mövcud olmuş Cəlalilər hərəkatının başçılarından da biri hesab olunur o. Cəlalilər kimdir? Cəlali üsyanının adı 16-cı əsrdə Osmanlı ərazisində üsyan başlatmış Şeyx Cəlalın adından götürülüb. Belə ki, Şeyx Cəlal ilk dəfə üsyan qaldırıb 16-cı əsrin əvvəllərində, ortalarında bu hissələrdə artıq Osmanlıda və məğlub olub öldürülmüş, lakin onun davamçıları üsyanı davam elətdirmiş və 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Osmanlı dövləti əleyhinə böyük bir üsyan başlamışdı. Bu üsyan əsas səbəbi isə o dövr üçün olan feodallara müharibələri, amansız feodal istismarı, vergilərin ağırlığı, soyğunçuluq, talançılıq, müharibədən əziyyət çəkən xalq və bundan başqa dəhşətli dağıntılar. Bunların hər biri Cəlali hərəkatının başlamasının əsas səbəblərdir. Cəlalilər hərəkatı deməli nə zaman başlayıb? 16-cı əsrin son 17-ci əsrin əvvəlində üsyanın adı haradan götürülüb? 16-cı əsrdə yaşamış Şeyx Cəlaldan. Hansı ərazilərdə yaranıb? Osmanlı dövləti ərazisində, həmçinin Azərbaycanda da yayılıbdımı? Bəli, Osmanlının Azərbaycandakı mülklərində də Cəlalilər üsyanı yayılmışdı. Cəlalilərin Azərbaycanda ilk çıxışı 1591. 1591-ci ildə Təbriz şəhərində ilk dəfə Cəlalilər ən böyük üsyanlarını təşkil edirlər Osmanlı hakimiyyətinə qarşı. Daha sonra Şah Abbas həqiqətən onların qüvvələrindən istifadə etmək qərarına gəlir. Belə ki, başa düşür ki, həqiqətən bunlar güclü bir qüvvədir və Osmanlılara qarşı çıxış edirlər. Düşmənimin düşməni mənim dostumdur. Bu atalar sözünə güvənən Şah Abbas Cəlalilərlə əlaqə yaradır.
Osmanlılara dəstək verəcəyini açıqlayır. Hətta gələcəkdə Cəlalilər üsyanını himayə edərək onların böyük bir qismini 1608-ci ildə Çuxursət bəylər bəyliyində yerləşməsinə icazə verir. Çuxursət bəylər bəyliyi deyiləndə hal-hazırdakı İrəvan bölgəsi Qərbi Azərbaycan nəzərdə tutulur. Davam edək. Beləliklə Cəlalilər hərəkatını deməli Şah Abbas himayə edib. Məqsədi Osmanlılara qarşı özündən onlardan müttəfiq kimi istifadə etmək idi. Hətta onları 1608-də Çuxursət əyalətində, daha doğrusu Çuxursət bəylər bəyliyi deyə artıq Çuxursət bəylər bəyliyində yerləşməsinə də icazə vermişdir. Beləliklə davam elədik. Artıq Şah Abbasın Azərbaycanı işğaldan azad eləməsi haqqında danışa bilərik. Şah Abbas islahatlarını həyata keçirdi və islahatlarını həyata keçirib bitirdikdən sonra Şah Abbasın qarşısında 3 əsas məqsəd dayanır. 1. Osmanlıları Azərbaycandan qovub çıxartmaq. 2. Şeybaniləri Xorasandan çıxartmaq. 3. Portuqaliyalıları Hörmüzdən vurub çıxartmaq. Və əsas məqsəd Səfəvi dövlətinin ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir. Şah Abbas ilk öncə qollarını sıvayaraq diplomatik əlaqələrə keçir, özünə bir müttəfiq axtarır. Eyni ilə Uzun Həsən kimi bu zamanda təbii ki, Avropa ölkələri Şah Abbasa ard-arda elçilər göndərir. Həmçinin bu dövrdə Şah Abbasla İspaniya kralı 2. Filip də görüşlər həyata keçirir, bir-biri ilə məktublaşırlar və bu məktublaşmalarda vurğulanır. 2. Filip deyirdi ki, mənim düşmənim həmçinin də Portuqaliyalılardır. Onların Hörmüzdən vurulub çıxardılmasında lazım olsa, mən də sizə kömək edərəm. Lakin o, Şah Abbas əsasən İspan kralının köməyindən yox, birazdan dərsin irəliləyən dəqiqələrini danışacaq, Portuqalların köməyindən istifadə edəcək. Bundan başqa Şah Abbas böyük Moğol dövləti ilə də dostluq əlaqələri qoruyub saxlamışdır. Digər Avropa ölkələrinin bir çoxu ilə Albaniya ilə, İspaniya ilə, Rusiya ilə də elçilər vasitəsilə xəbərləşmiş, onlarla da Osmanlıya qarşı danışıqlar aparmışdır. 1. Şah Abbas xarici siyasətdə ilk öncə hansı siyasətini həyata keçirir? 1599-cu il Şah 1. Abbas ilk dəfə Nizami ordusunu Xorasanda sınayır. Şeybaniləri 1599-da məğlub edərək Xorasanı onlardan geriyə alır. Beləliklə Şeybanilər məğlub olunur və düşmənlərdən biri azalır. Xorasan 1599-da yenidən Səfəvlərə geri qaytarılır. Davam edirik. 1603-1612 Şah Abbas Osmanlıya qarşı hərbi əməliyyata başlayır. 1603-cü ildə başlayan hərbi əməliyyat Təbriz şəhərinə istiqamətlənir. Əsas istiqamət olaraq 1603-cü ildə Təbriz şəhəri Osmanlılardan azad olunur. Təbriz əhalisinin köməyi də üsyan qaldıraraq bu zaman Şah Abbasa kömək göstərmişdi və Təbriz şəhərinin işğaldan azad olunması bütün Cənubi Azərbaycanın taleyini həll edir. Və bundan sonra isə istiqamətini davam elətdirən Şah Abbas Naxçıvan və Culfanı müqamətsiz ələ keçirir. Hətta Ordubata yaxınlaşır. Ordubata çatan zaman Təbrizdə olduğu kimi Ordubad əhalisi də üsyan qaldıraraq Şah Abbasa kömək edir və üsyan nəticəsində Osmanlı qoşunları Ordubaddan qovulub çıxarılır. Beləliklə 1603-cü ildə Təbriz, Naxçıvan, Culfa və Ordubad Osmanlılardan geri alındı. Naxçıvan, Culfa müqamətsiz, Təbriz və Ordubad isə əhalinin də üsyanı vasitəsilə Səfəvlərlə Osmanlılar arasında baş verən döyüşlə işğaldan azad olunmuşdu. Ordubad əhalisi göstərdiyi köməyinə görə Şah 1. Abbas Ordubad əhalisini bütün vergilərdən azad eləmişdi. 1605-ci ildə əsas bir döyüşdən danışacaq. Osmanlılar yeni bir qüvvə ilə Səfəvlərin üzərinə yerir və 1605 Təbriz yaxınlığında Sufyan adlanan yerdə bir döyüş baş verir. Yadımızda isə 1585-də də eyni tipdə bir döyüş olmuşdu, eyni yerdə sırf və o döyüşdə məğlub olmuşdu Səfəvilər. Lakin bu Sufyan döyüşündə qalib gələn Səfəvilər olacaq. Səfəvilər bu döyüşdə Turan taktikasından istifadə edir və özlərindən böyük olan Osmanlı ordusunu məğlub edərək döyüşdə müharibənin gedişatında üstünlüyü ələ keçirirlər. Sufyanda Osmanlı qüvvələrini əzizi məğlubiyyətə uğradan Səfəvi qoşunları irəliləyərək 1605-7-ci illər ərzində Qarabağ, Gəncə, Şirvan deyiləndə Bakı və Şamaxı əsasən nəzərdə tutulur. Daha sonra Dərbənd və Tiflis və Lornu ələ keçirməklə bütün
bütün Azərbaycanı yenidən işğaldan azad eləmiş olur. Ən əsas burada biraz çətin keçən mühasirə İrəvan şəhərinin mühasirəsi olmuşdu ki, 1603-ün sonunda mühasirəyə alınsa da onun mühasirəsi uzamış, 1604-ə qədər çəkmiş. 1604-də Osmanlı qarnizonu təslim olmuşdu. Şah Abbas burada Osmanlı qoşununa mərhəmət göstərmiş, onların Qarsa doğru geri çəkilmələrinə icazə vermişdi və bu da Şah 1. Abbasın necə bir mərd komandan olmasından bizə xəbər verir. Boş yerə ona tarixdə Böyük Abbas deyə adını verilməyibdi. Davam edək. Beləliklə 1603-12-ci il müharibəsinin gedişatında ilk 4 il ərzində, yəni artıq 1607-ci ilə çatanda hərbi əməliyyatların nəticəsi uğurla nəticələnmiş, bütün Azərbaycanı Şah 1. Abbas işğaldan azad eləmişdi. Beləliklə, bundan sonra isə Azərbaycana Osmanlı 100 minlik böyük bir qoşun göndərmiş və bu 100 minlik qoşunun qarşısında Şah Abbas yenə ənənəvi taktika olan yandırılmış torpaq taktikasından istifadə edərək müdafiə çəkilmişdi. Birinci Təhmasib ilk dəfə yandırılmış torpaq taktikasından istifadə edib, indi isə Şah 1. Abbas. Şah 1. Abbas yandırılmış torpaq taktikasına əsasən bütün şəhər və kəndlərin əhalisi Azərbaycandakıları boşaldır və onların ölkənin içlərinə doğru köç elətdirməyə başlayır. Bu siyasətə bəzən yandırılmış torpaq taktikasından başqa böyük sürgün də deyirlər. Böyük sürgün mahiyyət etibarı ilə geriyə qaçmaq kimi görsənsə də o dövr üçün Osmanlının qarşısında, Osmanlı kimi güclü bir 100 minlik ordunun qarşısında durmaq Səfəvilər üçün çox böyük bir ağla sığmaz bir cəsurluq olardı. Belə bir cəsurluq əslində cəsurluq yox, ağılsızlıq olardı. Şah Abbas Osmanlının özünü bezdirərək Azərbaycandan qovmağa çalışacaqdı. Böyük sürgün siyasətinə əsasən və yandırılmış torpaq taktikası ilə birlikdə bir sıra Azərbaycan şəhərləri boşaldılır. Bunların içərisində xüsusilə İrəvan, Naxçıvan və Culfanı biz vurğulamalıyıq. Buranın əhaliləri əsasən İpək yolunun üzərində yerləşirdi şəhərləri və bu əhalinin mütləq şəkildə ölkənin içərilərinə doğru köçürülməsi vacib idi. Onları Şah Abbas verdiyi əmrlə İsfahan, Mazandaran və İranın başqa vilayətlərinə köçürür. Bunda isə iki əsas məqsəd güdür. Hərbi məqsəd. Hərbi məqsəd nə idi? Osmanlı Azərbaycana gələn zaman təbii ki, ticarət yolunun üzərindəki şəhərləri irəliyəcək ki, görüm yeməyə, ərzağa, at üçün ərzağa, insan üçün ərzağa nə tapıram, qiymətli əşya tapa bilirlərmi? Bunu bilən Şah Abbas buraları yandırıb, talan edib Osmanlı üçün geriyə heç nə buraxmamışdı. İkinci bir tərəfdən isə iqtisadi məqsəd nə idi? İqtisadi məqsəd deyiləndə təbii ki, ticarət nəzərdə tutulur. Böyük İpək yolunun istiqamətini Şah Abbas cənuba doğru köçürmək istəyirdi. Azərbaycandan çıxarıb Böyük İpək yolunun istiqamətini cənub bölgələrinə köçürüb İran körfəzinə yönəltmək istəyirdi. Bunun vasitəsilə Osmanlının ərazisindən keçən İpək yolunun istiqaməti dəyişəcək, İran körfəzinə keçəcək və belə olan da Osmanlı xəzinəsi həddindən artıq ziyana uğrayacaqdı və bu da həqiqətən öz bəhrəsini verir. Osmanlı 1612-yə qədər dəfələrlə hər səfərində Azərbaycana gəl get eləsə də axırda məcbur təslim olmalı olur və nə qədər istəsə də İstanbul sülhünün şərtlərini bərpa eləsin Osmanlılar, lakin buna nail ola bilmirlər. 1590-cı il İstanbul sülhünün şərtləri bərpa oluna bilmir. 1612. 1612-ci ildə nəhayət 9 ildir davam edən müharibə yekunlaşır. Müharibə 2-ci İstanbul sülhü bağlanması ilə başa çatır. 2-ci İstanbul sülhü Amasya sülhünün şərtlərini təsdiq edirdi. Amasya sülhünün də şərti nə idi? Azərbaycan və Şərqi Gürcüstan kimin tabeliyində qalmalı idi bu müqaviləyə görə? Səfəvilərin və belə də olur. Bu müqavilədə sadəcə olaraq bir bənd əlavə olunur. Osmanlılar deyir ki, Rusiyanın Terek çayı sahilində saldığı qalalar var. Osmanlılar bu qalaları dağıdacaqlar. Bu qalaların dağıdılmasına Səfəvilər heç bir maneçilik törətməsin. Səfəvilər bu öhdəliyi qəbul edir. Beləliklə Şah Abbas istədiyi məqsədin ikincisinə də çatır. Səfəvi dövlətinin ərazisinin bütövlüyünü bərpa etmək uğrunda mübarizəsində bir Şeybaniləri məğlub elədi, ikinci Osmanlıları məğlub edərək Azərbaycanı yenidən geri qazandı. Davam edək.
danışaq 1616-18 Səfəvi Osmanlı müharibəsinin digər bir mərhələsindən. Bu yenə ikinci mərhələnin içərisində keçir, fikriniz yayılmasın. Sadəcə ikinci mərhələdə ara-ara sülh müqavilələri və daha sonra yenidən müharibələr partlayış eləyir. 1617-ci il hakimiyyətdə Osmanlıda 1-ci Əhməddir. 1-ci Əhməd Şah Abbasın Osmanlı ilə sərhədlərə elədiyi yürüşlərdən çox narazı olur. Belə ki, Şah Abbas Osmanlı ilə sərhədlərdə çox hərbi işlər görür, çox hərbi səfərlər aparırdı və bu sərhəd münaqişələrindən narahat olan 1-ci Əhməd nəhayət 1616-da İrəvan şəhərinə doğru hücum edir və İrəvan şəhərinə yaxınlaşır. Bu müharibənin gedişatında, yəni 1616-18-ci illər gedişatında Osmanlıya yenə müttəfiq kimi Krım xanlarda kömək edəcəkdir. İrəvana hücum edən Osmanlı ordusu Səfəvi qoşununu mühasirəyə alaraq onları İrəvandan geri çəkilməyə məcbur edə bilər. Hətta Təbrizə və Ərdəbilə qədər də gəlib çatırlar onlar 1618-ci ildə. Lakin Sərab vilayətində Sınıq körpü adlanan yerdə 1618-ci ildə bir döyüş baş verir. Sınıq körpü döyüşü. Bu mərhələnin həlledici döyüşü olur. Belə ki, Sınıq körpüdə baş verən döyüş nəticəsində Osmanlı qoşunu və Krım xanının ordusu ağır məğlubiyyətə uğrayır və bununla da Osmanlı ordusu Azərbaycandan ordusunu geri çəkir. Elə 1618-də taxtda yeni bir dəyişiklik olmuşdu. Artıq Osmanlıda taxta Gənc Osman adı ilə tanınan 2-ci Osman çıxır. 2-ci Osman isə tarixdə çox sakit, 2-ci Bəyazidin Eləvininki təkrarıdır. Sakit bir hökmdar, mehriban bir hökmdar idi və o müharibəyə son qoyur. 1618-ci ildə Mərəddə yeni bir sülh imzalanır. Mərəd sülh müqaviləsi. 1618-ci ildə imzalanan Mərəd sülhünə əsasən yenidən həm 2-ci İstanbul sülhünün şərtləri təsdiq olunur. 2-ci İstanbul sülhü də hansı sülhü təsdiq edirdi? Amasyanı. Yəni desək ki, həm 2-ci İstanbul, həm Mərəd sülhü hansı sülh müqavilələrini təsdiq edir? Vurğuluyuruq, Amasya sülh müqaviləsinin şərtlərini təsdiq edir. Və beləliklə Səfəvi Osmanlı arasındakı belə deyək ki, sərhəd münaqişəsinə də bununla son qoyulur və Azərbaycanın Səfəvi dövlətinin ərazisi kimi tanıyır. Bundan sonra isə düz 1622-ci il 2-ci Osmanın vəfatına qədər Şah Abbas 2-ci Osmanı belə deyək, dostluq münasibətlərini qoruyub saxlayır. Xronoloji ardıcıllıqla davam edək. 1622. Gələk Hörmüz. Bildiyimiz kimi 2-ci Filip İspan hökmdarı da demişdi ki, lazım olsa mən sizə kömək edərəm Şah Abbasa Portuqaliyalara qarşı mübarizədə. Lakin Şah Abbas işini bilirdi. O da Avropanın xarici siyasətindən xəbərdar idi və ingilislərin həm Portuqallara, həm İspanlara qarşı mübarizə apardığını bilir və ingilislərlə 1621-ci ildə əbədi dostluq müqaviləsi imzalayır. Əbədi dostluq müqaviləsini Şah Abbas kimlə imzaladı? İngilislərlə. İngilislərlə imzalanan əbədi dostluq müqaviləsinə əsasən 1622-ci ildə İngilis hərbi donanmasının köməyi ilə Portuqaliyalılar məğlub olundu və Hörmüz də işğaldan azad olundu. Beləliklə Şah Abbasın qarşısına qoyduğu məqsəd reallaşdı. Səfəvi dövlətinin ərazi bütövlüyü tamamilə 1622-də Hörmüzün geri alınması ilə bərpa olundu. Davam edək danışmağa biz gələk sonuncu Şah Abbasın ən belə deyək ki, uğurlu əməliyyatı olan 1622-23 Ərəb-İraqı əməliyyatı. Bildiyimiz kimi 1534-də Sultan Süleyman Qaninin birinci yürüş zamanı Bağdad daxil olmaqla Ərəb-İraqı Osmanlılar tərəfindən ələ keçirilmişdi. Lakin Şah Abbas 1622-ci ildə Osmanlı ilə olan Mərəd sülh müqaviləsinin şərtlərini pozur. Bu səfər hücuma keçən tərəf bizik. Sülh müqaviləsinin şərtini Səfəvilər pozur. Şah Abbasın bu sülh müqaviləsinin şərtlərini pozmaqda 3 əsas səbəbi var idi. 1. Osmanlı sarayında baş verən daxili çəkişmə. Belə ki, Gənc Osman Yeniçərilər tərəfindən qalxan üsyan nəticəsində öldürülmüşdü. Və Bağdad şəhərinin hakimi Səfəvi hökmdarını, yəni Böyük Abbası köməyə çağırmışdı. Bundan bəhrələnmək istəyən Şah 1-ci Abbas öz ordusu ilə 1622-ci ildə hərbi əməliyyata başlayır. Səfəvi qoşunları sürətli şəkildə hərəkət edərək Bağdad, Mosul, Kərkük, Nəcəf,
Kərbala, Kufə bu kimi əsas şəhərləri ələ keçirir və beləliklə Bağdad daxil olmaqla Ərəb İraqı 1622-1623-cü illərdə baş verən Şah Abbasın hərbi əməliyyatı nəticəsində yenidən Səfəvi dövlətinə qaytarılır. İndi burada bir ardıcıllığı tez vurğulayaq. İlk dəfə Ərəb İraqını ələ keçiribdi Şah İsmail 1506-1508. Osmanlılar yenidən bizdən aldı bu ərazini 1534-də. 1555 Amasya sülh müqaviləsinə görə Ərəb İraqını verdik Osmanlılara. Yenidən 1622-23-cü ildə Şah Abbas Ərəb İraqını Bağdad daxil olmaqla geri alır. 1639-cu ilə gətirsək, artıq Qəsr-i-Şirin müqaviləsinə əsasən yenidən biz Bağdadı geri qaytarırıq Osmanlılara. Elə 1638-də indi danışacağıq 4-cü Muradın yürüşündən. Beləliklə Şah Abbas 1629-cu ilə qədər olan hakimiyyətdə olduğu dövrdə həqiqətən ləqəbinin sübut edir, böyük olduğunu sübut edir. Həm Səfəv dövlətinin ərazi bütövlüyünü bərpa edir, üç tərəfdən Azərbaycanı azad edir, Xorasanı azad edir, Hörmüzü azad edir. Üstəgəl yeni ərazilər Ərəb İraqını bir əsr əvvəl baş vermiş bir itirilmiş torpağı yenidən geri qaytararaq Səfəv dövlətinin əvvəlki qüdrətini bərpa edir. Lakin Şah Abbasın ölməsindən sonra onun xələfləri onun işini davam elətdirə bilmir. 1629-da taxta çıxan Şah 1-ci Səfi atasının siyasətini davam elətdirə bilmir. Belə ki, bu zaman Osmanlıda artıq 1622-ci ildə taxta 4-cü Murad gəlmişdi. 4-cü Murad Osmanlının sonuncu qüdrətli hökmdarı, sonuncu Maraşal hökmdarı adlandırılır. Belə ki, onun zamanında o 1629-da Səfəvi torpaqlarına yeni bir hücum başladır və 1638-də Bağdadı ələ keçirərək Ərəb İraqını yenidən Osmanlılara birləşdirir. Və 1639-da isə Səfəvilərlə Osmanlılar arasında yekun bir sülh müqaviləsi imzalanır. Qəsr-i-Şirin. Qəsr-i-Şirin sülh müqaviləsi 1639. Sülhün şərtlərinə əsasən yenə hansı sülhü bərpa eləyər? Amasya sülhü. Amasya sülhünün şərtləri təsdiq olundu. 1. 2. Bağdad daxil olmaqla Ərəb İraqı verilir Osmanlıya. Azərbaycan, Şərqi Gürcüstan yenə qaldı Səfəvilərdə və üstəgəl Azərbaycan, yəni Azərbaycan deyirik, daha doğrusu Səfəvilər Van, Qars və Axalsıq qalalarına doğru hücum eləməyəcəkləri barədə Osmanlılara vəd edirlər. Yəni bu sərhəd münaqişəsi bir daha yaşanmayacaq, artıq bunu bizə bildirdilər. Beləliklə, Qəsr-i-Şirin sülh müqaviləsinin nəticəsi nə oldu? 1555 Amasya necə idi? Səfəv-Osmanlı müharibəsinin birinci mərhələsini başa çatdırmışdı. Eyni qaydada da bu. Qəsr-i-Şirin müqaviləsi 1639-cu ildə Səfəv-Osmanlı müharibəsinin ikinci mərhələsini başa çatdırır və bununla birlikdə artıq 100 ildən də çoxdur davam edən Səfəv-Osmanlı müharibəsi yekunlaşır. Səfəv-Osmanlı müharibələrinə 100 il ara verilir. Böyük bir əsrə yaxın bir dövr. Artıq bir də müharibə 1720-ci illərdə yaşanacaq Səfəvlərlə Osmanlılar arasında. Və bu bir əsrlik dinc zamanədə artıq Azərbaycanın həm iqtisadiyyatı, həm mədəniyyəti, həm də şəhər əhalisi, kənd əhalisi, bütün hər bir şey inkişaf dövrünə keçəcək. Bu Səfəv-Osmanlı müharibələrinin yekun olaraq belə bir nəticə verə bilərik ki, heç bir ölkə bu mübarizədə qazanmadı. Bu mübarizənin qazananı Avropa ölkələri oldu. Onlar parçala və hökmranlıq siyasətinə əsasən Səfəv-Osmanlını, iki türk imperatorluğunu bir-birinə qırdırdılar və nəticə etibarilə də məğlub olan tərəf əslində biz olduq. Beləliklə, növbəti videoda görüşərik. Sağ olun, salamat qalın.